Elgiz, sen bu adamları hardan tapırsan? Eləm ki, bunlar naftalində olublar və birdən çıxırlar bizə. Hamı da müğənni olmaq istəyir. Düşünürlər ki, Elgiz onlara əl uzadacaq, bunlar müğənni olacaq. Bunlar çox maraqlı deyil istedad. Düşünürlər bir balaca oxumağı bacarırlar, oxuya bilərlər. Elgiz də onları populyarlaşdıracaq. Axı sən Fərhadı Afətin həyat yoldaşıdır, gələcək həyat yoldaşı Fərhada bunu etdin axı. Hamı düşünür ki, Fərhad olacaq. Ümumiyyətlə, Elgiz, bunları hardan tapırsan? Sonra qud olurlar da. Sənin bu belə yol göstərdiyin, çəkdiyin, dəstək olduğun adamlar bilirsən də nələr edirlər sonradan.